Salam əziz şagirdlər, xoş gördük hər birinizi. Bugün 7-ci sinif kimya dərsindən səhifə 57-də olan tapşırıqların izahını edəcəm. Əvvəlcə izaha keçməzdən əvvəl mən sizlərə bir neçə söz demək istəyərdim. Bu videonun bəyənməyənlər, nə bilim, izahı bəyənmirlər, nəyi bəyənmirlər bilmirəm. Videonu bəyənməyib şərhlərdən nalayiq yazanlar, özlərinə o sözləri necə yaraşdırırlar heç bilmirəm. Bir videomun altına yazırlar, bir videomun altına 2 dənə, 3 dənə belə mənfi fikirlər yazırlar. Daha sonra 5 dəqiqə keçəndən sonra belə şirin dillə elə söz yazırlar ki, insan inanmır ki, bu bayaq bu sözləri yazan şəxs indi mənə belə sözlər yazır. Yəni ona görə demək istədiyim odur ki, yəni bu sözlərin sizə heç bir aidiyyatı yoxdur. Çünki mənim yaşadığım bir problemdir, düzdür, amma sizlərə onu bildirmək istəyirəm ki, əgər sizlər də belə bir nalayiq ifadələr işlətsəz, YouTube tərəfindən şikayət olunacaqsınız və bir neçə ay müddətliyinə, 3 ay da ola bilər, nə bilim, dəqiq bilinmir, amma maksimum müddət 90 gündür. 90 gün müddətinə siz heç bir videolara şərh yaza bilməyəsiniz. Yəni ona görə də çalışın ki, sözlər yazın ki, şikayət olunmayasınız. Şikayət olunduğunuz zaman videolar ya şərhlər ya videolardan qaldırılır, yaxud da ki, yalnız sizə görünür. Yəni həmin şəxsin 2 dənə şərhi silindi, bir dənəsi isə özünə görünür. Amma yaxşı şərhi qalıb orada, altına da məqalə yazıb göndərmişəm ona. İstəsəz oxuya da bilərsiniz. Dəqiq bilmirəm hansı videoda. Nəysə, amma yaxşı yazanlara da çox sağ olun, var olun deyirəm. Çox sağ olun ki, bizi belə motivasiya edirsiniz. Mənim çox xoşuma gəlir bu sözlər. Şərhlərin hər birini bir-bir oxuyuram. İzah lazım olanda izahlarını verirəm. Amma sizlərə belə kiçik bir tövsiyəm də olsun ki, deməli, siz əgər dərsi oxumayıb izaha birbaşa baxsaz, yəni tapşırıqların izahını, heç də başa düşməyəsiniz. Çünki baxıram da, mən şərhlərdə görürəm ki, biriniz yazırsınız ki, o hardan gəldi, ikinci təbəqə necə yarandı, belə elə qəribə suallar verirsiniz ki, yəni bilinir ki, siz heç dərs adını bilmirsiniz, yəni bilinir ki, siz dərsdən heç bir necə deyim, məlumatınız yoxdur. Ona görə çalışın, tövsiyə edirəm sadəcə olaraq, yəni də özünüz bilərsiniz, amma çalışın ki, dərsi əvvəlcə ən azından bir dəfə oxuyun, düsturlarla, qayda ilə, formullarla, dərsin məğzi ilə tanış olun. Bir oradan məzmun çıxardın, daha sonra izahı dinləyin, gəlin izaha baxın, daha rahat şəkildə başa düşün. Yenə də deyirəm, başa düşmədiyiniz olarsa, mütləq şəkildə şərhlərdə bildirin. Başa düşmədiyiniz tapşırıq, yaxud da hər hansı bir hissə, lap əvvəldəki dərslərdən də ola bilər, kimya ilə bağlı bütün suallarınızı verə bilərsiniz. İndi isə əvvəlcə sağ olun məni dinlədiyiniz üçün bunu deyirəm. İndi isə keçək izaha. Deməli, burada bir dəqiqə qələm açılsın. Deməli, öyrəndiklərinizi tətbiq edinə baxırıq. Kimyəvi birləşməni təşkil edən elementlər onun keyfiyyət tərkibidir. Gəlin də variantına baxaq. Burada olan dərsdə olan bütün birləşmələr bunlardan əmələ gəlir. Bütün birləşmə tərkibində natrium var, hidrogen var, oksigen var, karbon var. Yəni bunlar var. Bir də azot var. Elə burada azotu görə bilərsiniz. Yəni baxın, N hərfi ilə işarə olunan azotdur burada. Deməli, A variantına nə deyir? Tanış olduğunuz maddələrdən keyfiyyət tərkibi eyni olanları müəyyən edin, fikrinizi əsaslandırın. Yəni keçək dərsimizə, çünki tanış olduğumuz dərsdə var da, yəni tanış olduğumuz maddələr. Deməli,
Bir burada var. Bir dəqiqə. Sərbəst çəkildi biraz xətt. Deməli, yaxınlaşdırıb qəşəng bir xətt çəkək altından. Mən başa düşə bilmirəm bu xəttlər niyə ayrı gedir. Aha. Deməli belə. Daha sonra keçək indi bu hissə. Burada da bir dənə var. Bu. Xətt çəkirəm daha rahat, yəni biləkdə bir də gözümüz axtarmasın hər dəfə ki bu formul hardadır. Da etil spirti. Digər hissəyə heç baxmaq lazım deyil, çünki burada bizdə eyni maddələr verilməyib. Yəni buna görə də belə. Deməli, nəhayət çəkdik. İndi belə baxaq. Deməli, eyni elementlərdən təşkil olmalıdır. Kimyəvi tərkibi eyni olsun deyir də bizə. Keyfiyyət tərkibi. Keyfiyyət tərkibi odur ki, eyni maddələrdən, eyni elementlərdən təşkil olunsun. Bunun üçün baxarıq ki, burada bir dənə karbon var, hidrogen var və oksigen var. Yalnız bu elementlərdən təşkil olunub. Bu elementlər 3 dənədir. Nə qədər də bunun heç bir fərqi yoxdur. Sadəcə olaraq, ümumi olaraq təşkil olduğu elementlər bunlardır. Bu da eyni ilə deməli, bu da eyni ilə karbon, hidrogen, bir də oksigendən təşkil olunub. Bu da karbon, hidrogen, oksigendən təşkil olunub. Bu da karbon, hidrogen, oksigendən təşkil olunur. Yəni, hamısı eyni elementdən, hamısı eyni maddədən təşkil olunduğu üçün nə edirik? Bunların keyfiyyət tərkibləri eynidir. Yəni, siz yazacaqsınız ki, bunu sonra deməli, şəkəri mən belə dairə alıram. Ne deyirəm, siz başa düşəsiniz. Mən keçən səfər də vurğuladım ki, biraz səliqəsiz ola bilər. Çünki mən bunları yəni normal vaxtda çəkib ata bilmirəm sizlərə. Vaxtım çox az olduğu üçün sizlərlə sadəcə olaraq hər vaxt tapdığım saniyədə belə, yəni çalışdığım qədər sizlərə video çəkib atıram. Ki başa düşə biləsiniz videolarda, yəni əziyyət çəkməyəsiniz də dərsdə tapşırıqları həll edərkən. Qabaqcadan da sizdən qabaq mən siz o bölməyə keçmədən çalışıram atım ki, daha rahat olsun həm sizlərə, həm də mənə. Və sizin qoyduğunuz hörmət də budur ki, bəzilərinizin yazırsınız ki, düzəməlli yaz. Uşaqlar, mən burada yenə də deyirəm. Əziyyət çəkirəm sizlərə. Hər dəfə video düzəltmək, montaj etmək. Mən buna ümumi olaraq yəni ən az 2 saat vaxt sərf edirəm. Bunu tapıram, gətirirəm, qoşuram. Dərsdən əvvəlcə özümün də bir məlumatım olur ki, sizin dərsinizə nə verilib. Çünki yəni bu mövzu o qədər genişdir. Mövzular çox geniş olur. Mən sizə ola bilsin, gəlin bunu 9-cu sinif materialında izah edeyim. Siz onda başa düşəsiniz. Əlbəttə ki, xeyr. Ona görə də mən nə edirəm? Dərsinizlə mən də sizin oxuyuram, bir yaxından tanış olam. Ona 10 dəqiqə vaxt, yazıya bir 20 dəqiqə vaxt, dərsin izahı özü bir yarım saat vaxt alır. Montajı da bir saat.
alır mənim həqiqətən də. Çünki yenidən təkrar olaraq o videonu mən bir də izləyirəm ki, artıq əski nəsə bir səs gəlibsə, onları kənarlaşdırım. Yəni ona görə də çalışdığım qədər videoya əmək qoyuram. Bunun da qarşılığını mən sizlərdən heç də ala bilmirəm. Ona görə də xahiş edirəm, şərhləriniz gözəl olsun, dünyaya gözəl baxın, gözəl gözlə baxın. Və hiss edəsiniz özünüzdə fərqə ki, necə dəyişikliklər baş verdi. Nəysə, deməli, yazacaqsınız ki, birinci sualın öyrəndiklərinizi tətbiq edin də A variantına. Sirkə turşusu, şəkər, aseton və etil spirti. Siz bunları qeyd edəsiniz. Və bizə burada xörək duzunun da formunu verib. Natrium xlor. Gəlin bunun altından xətt çəkək. B variantına gəlin baxaq. Deməli, su ilə keyfiyyət tərkibi eyni olan hansı maddəni tanıyırsınız? Bu maddə tibbdə hansı məqsədlər üçün istifadə olunur? Deməli, biz ipucu verir ki, tibbdə istifadə olunur bu maddədən. Deməli, suyun formulu nədir uşaqlar? H2O. Bununla eyni keyfiyyət tərkibində olsun. Yəni tərkibində H olsun, bir də nə olsun? O. Yəni oksigenlə hidrogen olsun. İndi elə bir maddə tapmalıyıq. Mən artıq tapdım. Siz də bir düşünün. Mən yazıram artıq. Tapanları da təbrik edirəm buradan ki, dərsi diqqətli oxuyublar. H2O isə hidrogen peroksiddir. Bunu da fərqli bir qələmlə rəngindən qeyd edək. Deməli, hidrogen peroksid B variantını yazasınız ki, hidrogen peroksiddir. Tibbdə hansı məqsədlər üçün istifadə olunur? Dezinfeksiya edici bir maddədir. Yəni, qarqaralarda istifadə olunur. Burada da onsuz da qeyd edib də diş ətinin qanamasında, bakteriyaları öldürməkdə və s. Amma siz buradan fərqli olmaqsını istəyirsinizsə, antiseptik bir maddə, onu da yazıb. Yaxşı yaza bilərsiniz, dezinfeksiya edici bir maddə kimi istifadə olunur. Keçirik artıq öyrəndiklərinizi yoxlayın. Deməli, çay sodası, etil spirti əsasən hansı məqsədlər üçün istifadə olunur? Bizə dəqiq. Hansı məqsədlər üçün istifadə olunur? Demək, çay sodası qarqaralarda istifadə olunur. Məsələn, tibbdə, məişətdə ağardıcı vasitə kimi istifadə olunur. Aşındırıcı, ağardıcı maddə kimi istifadə olunur. Yəni, çay sodasının formunun sonunda OH-la bitdiyini görürsünüz. Keçəcəksiniz bunu ilərləyən zamanlarda qələvi maddədir. Yəni, turşu deyil, qələvidir. Beləliklə də aşındırıcı bir maddə olur. Və aşındırıcı maddədir. Məişətdə deməli ağardıcı vasitə kimi istifadə olunur. Tibbdə isə deməli çay sodası məsələn mədədə yaranan bir çox xəstəliklərdir. Məsələn, qastриtin özündə çox xeyirlidir. Ürək bulanma zamanı, boğaz qaraqarasında istifadə olunur. Sadəcə olaraq, yəni bir çay qaşığı deməli sodanı tökürsüz stəkana, üstünə də qaynar bir su tökürsüz, qarışdırırsınız normal su stəkanına. İçirsiniz, ürək bulanmanız keçəcək, mədə çox xeyirlidir.
Bunu yazacaqsınız ki, mədə xəstəliklərinə bərpasında çay sodası. Deməli, yazırsınız ki, çay sodası ümumiləşdirirəm. Çay sodası məişətdə ağardıcı vasitə kimi, tibbdə isə mədə xəstəliklərinin bərpasında, boğaz qarqaralarında və s. istifadə olunur. Etil spirti. Etil spirti deməli, etil spirtini də məişətlə əlaqələndirsək, həlledici məişətdə və həm də kimyada, ümumiyyətlə kimyada belə deyə bilərik ki, deməli, həlledici vasitə kimi istifadə olunur. Bunu kimyada yazın, uşaqlar, məişətdə yazmayın. Deməli, həlledici vasitə kimi istifadə olunur, maddə kimi. Və biz harda demişdik? Tibbdə. Tibbdə isə dezinfeksiya edici maddə kimi, uçucu bir maddədir, həm də dezinfeksiya edir, antiseptik bir maddədir və s. Bunu da dedik, keçirik indi ikinciyə. Buradakılar bəziləri artıq şifahi oldu. Uyğunluğu müəyyən edin. Deməli, kimyəvi birləşməmiz var, bir də formulları var. Aha, gəlin şəkər. Şəkərinki C12H22O11-dir. Şəkəri gətirək belə. Belə. C-dir yəni. Deməli, aseton. Asetonunki isə C3H6O. Bir də naşatır spirti. Naşatır spirti də insanlar bayılarkən onları ayıltmaq üçün istifadə olunur. Buna da B variantı gedəcək. Yəni hətta yoxlayaq, naşatır spirtinə baxırıq. NH4OH, bəli, doğrudur. Asetona gəlin baxaq. Aseton, baxın, burada da C3H6O-dur. Aseton da doğrudur və şəkər qaldı. Şəkərdə deməli C12H22O11. Baxırıq burada. Bəli, burada da tamamilə doğrudur. Bəli, uşaqlar, bu qədər. Sağ olun, salamat qalın. Bugünlük dərsin izahı, yəni dərsin izahı deyəndə tapşırıqlara izah verirkən onsuz da dərsin də izahını vermiş oluruq. Əgər dərs çox izah istəyən bir dərs olarsa, bu zaman sizlərə dərsin izahını da verəcəyəm. Sağ olun, salamat qalın. Başa düşmədiyiniz bir hissə oldusa, şərhlərdə qeyd etməyi unutmayın. Əgər hansısa bir əlavə səhifənin izahını istəyirsinizsə, yəni paragrafdan öndəsinizsə, o səhifələri də yaza bilərsiniz. Onların izahını elə həmin anda sizlər üçün çəkib kanala yükləyə bilərəm. Sağ olun, salamat qalın. İzlədiyiniz üçün təşəkkür edirəm. Kanala abunə olub like atmağı unutmayın.